Deməli, bugünkü mövzumuz inkar cümlələrdir. İnkar cümlələrlə bağlı testlərdə birinci növbədə nəyə diqqət etməliyik? Verilən cümlə inkardır yoxsa təsdiqdir? Çünki bir cümlədə iki inkar olmaz. Ona görə də biz inkarlı yaradan bağlayıcıları, sözləri bilməliyik ki, hansı sözlər cümlədə inkarlı yaradır. Hardly, scarcely, barely, no sooner, no more, never, none, neither, nobody, nothing, nowhere, until and unless. Yəni bunlar inkarlı yaradan sözlərdir. Məsələn, tutaq ki, bir cümlədə həm I haven't hardly aha, heard of him. Bak bu cümlede hem not var hem de hardly var. İki inkar eyni anda olabilmez. Hardly, scarcely, barely ilə bağlı bir test düşmüşdü 2020-ci ilin qəbuluna. Daha hatırlayıram hələ də. Bax, iminli bu tipli testi idi. Deməli, burada nəyə diqqət etmək lazımdır? Bağlayıcı kimi düşmüşdü daha doğrusu. Hardly, barely, scarcely bunlar həm no sooner, həm zaman budaq cümləsi yaradan bağlayıcılardır, həm də inkarlı yaradan bağlayıcılardır. Baxın, bunları zaman olaraq da düzdür, əvvəllər düşərdi, amma indi düşmür. Heç topluda yoxdur, topluda olmayan bir şey də düşmür sizə. Hardly, barely, scarcely, no sooner'dan sonraki cümlə, yəni burası baş cümlə adlanır. Past perfectdə, yəni keçmiş bitmiş zamanda olur. Gördüyünüz kimi hamısında eyni cürdür. İkinci tərəf isə past simple, yəni budaq cümlə isə past simple'da olur. Sadəcə fərq nədir? No sooner budaq cümləyə zənlə birləşir. Hardly, when-lə, barely, when-lə, scarcely, bu da when-lə. Hər üçü when-lə olur, amma bir dənə no sooner zənlə olur. Və deməli belə bir test düşmüşdü. Nöqtə, nöqtə, nöqtə. Had I cleaned the rooms, my little boy broke the glass. Yəni burada bir de bir saniye. Ha, gördüğünüz kimi boşluq bir buradadır, bir de burada. Biz burada bağlayıcı qoymalıyıq. Baxırıq, uyğunlaşdırırıq. Məsələn, direkt no sooner when atırıq. Çünki no sooner nə ilə birləşir? Zənlə birləşir. Və iminli belə bir açıq test tipli düşmüşdü. Əvvəllər açıq test var idi da, yəni ingilis dilində, qrammatikada. Aha. Ama neither nor olar. Bəli, bu doğrudur uzlaşması. Hardly when olar. Bu da doğrudur. Barely when olar. Bu da doğrudur. Bəs onda niyə neither nor səhvdir? Birincisi zamanlara görə də fərqləndirmək olar. Baxın, fikir verirsizəm də burada nə baş verib? İnversiya baş verib. Gördüyünüz kimi had mübtədanın önünə keçib. Amma əslində bildiyimiz kimi nəqli cümlədə biz heç vaxt köməkçi feili mübtədanın önündə qoya bilmərik, düzdürmü? Amma hardly, barely, scarcely, no sooner'dan sonra birinci had gəlir, sonra mübtədə, sonra participle gəlir. Yəni sual cümləsinin quruluşu kimi. Elə biz bir dənə elə bu quruluşu görsək ki, had I cleaned və birinci tərəfi past perfect, ikinci tərəfdə past simple-da verirsə, onda deməli bu dörd bağlayıcıdan biridir. Yəni hardly, scarcely, barely, no sooner bunlardan biri. Ya da belə də düşünə bilərik. Bu neither nor, nə də ki. Either or, ya da ki. Not only but also. Nəinki bu, həmçinin o. Both and. Bu bağlayıcılar həmcin sözləri birləşdirir bildiyimiz kimi. Nə kamil, nə də lila. Ya iki sifəti, ya iki ismi, ya da iki cümləni birləşdirə bilər. Amma diqqət edək. Bu bağlayıcıların birləşdirdiyi cümlələr eyni zamanda olmalıdır. Çünki ağzımızda həmcins üzvlər deyirik. Məsələn, bir saniyə. Ama burada eyni zamanda olmalıdırsa, ama burada fikrimiz biri had cleaned keçmiş bitmişti, biri broke sade keçmiştir. Çünkü burada farklı zaman forması var. Eyni zaman forması değil. Ama bu cümleye dikkat edək. Ha, neither he came nor he sent me money. Burada gördüğümüz kimi came, sent. İki tarafta past simple'dadır. Eyni zaman forması. O ne gelmedi, ne de pul göndermedi. Deməli necə oldu? Neither nor, either or, not only but also, both and. Bunlar iki eyni zamanda olan cümləni birləşdirir. Fərqli zaman forması olmaz. Belə sonra dediyim kimi unless və until dedik. İnkarlı yaradan bağlayıcıdır. Yəni ona görə diqqət edək. Məsələn, unless my brother doesn't come desə, bu səhv olar. Çünki unless'in özünün mənası nədir?
massa məssə. Ifin elə bir inkar formasıdır. Unless my brother comes. Əgər qardaşım gəlməzsə deməkdir. Amma unless budaq cümləsində baş cümlə inkarda ola bilər. Bu notun bura aidiyyatı yoxdur. Çünki bunlar görürsünüz vergüllə ayrılmış fərqli cümlələrdir. İki yanlışlı cümlənin ikisində də inkarlıq ola bilər. Əsas odur ki, eyni cümlə daxilində, yəni bir mübtədası xəbəri olan cümlənin daxilində ki, inkar olmasın. Belə. Sonra burada mən bunu niyə? I cannot do anything without any. Bu without inkarlı yaratmır uşaqlar cümlədə. Məsələn, burada not olmasa, I can do anything without any book. Bu, okey, doğru cümlə ola bilər, amma inkar cümlə sayılmır. Bir saniyə qəbul edeyim tələbəni. İnkar cümlə sayılmır. Without ama her zaman özündən sonra en istəyir, bunu unutmayaq. Without'dan sonra birbaşa eni gəlməlidir. Sonra bəzi, deməli birinci ipucumuz nədir? Bir cümlədə iki inkar olmaz. İkincisi, hansı sözlərə inkar cümlədə rast gəlsək səhvdir. Bəzi sözlər var ki, biz onları yalnız pozitiv, təsdiq cümlələrdə işlətməliyik. Bunlar hansı sözlərdir? To. To'nun əslində iki mənası var bildiyimiz kimi. Bir olduqca həddən artıq qüvvətləndiricidir, bir də həmçinin. To yalnız və yalnız cümlənin sonunda işlənərsə o cümlə inkar ola bilməz. As well, eləcə də deməkdir. O da cümlənin sonunda rast gəlsək, onsuz da yeri cümlənin sonudur. O cümlə inkar olmamalıdır. Sonra also, both, still, and və some. Bunlar əlavə, bunlar mən kəmiyyət sözlərində demişdim. A few, a little, a lot of, lots of, plenty of, some. Bu kəmiyyət sözləri də yalnız təsdiq və nəqli, təsdiq cümlələrdə işlənir dedik. İnkar cümlələrdə işlənmir. Bunlar düşmür, heç bunları yadda saxlamasaz da olar. Bunlar zaman zərfləridir. Bəli, bunlar da olmaz, amma testlərdə düşmür. Deməli, bunların içərisində istisna nədir? To-dur, inkar cümlədə işlənə bilən müəyyən hallarda. And-dir, bir də some-dır. Deməli, bunlar nə zaman inkarda olur? Məsələn, she hasn't also come. Belə bir cümlə görsəz səhvdir. Niyə? Çünki, bəli, bu cümlə inkardır. İnkarlıq doğrudur. Amma also inkarda olmur axı. Deməli, baxın, burada açıq şəkildə yazmışam ki, bir istisna var. And və some inkar xəbərdən əvvəl işlənə bilər, amma inkar xəbərdən sonra işlənə bilməz. Bunu biz pronounda da keçdik. Məsələn, I don't have some friends deyə bilmərik. Çünki inkarlıq var, amma inkardan sonra some olmaz. İnkardan sonra some hər zaman eyniyə çevrilir. Amma inkar xəbərdən əvvəl cümlənin başında some ola bilər. Burada some artıq bəzi mənasını verir. Some people haven't come. Bəzi insanlar gəlməyib. Amma eyni də əksinə. İnkar cümlə heç vaxt eyni ilə başlaya bilməz. Any people haven't come deyə bilmərik. Sonra deməli bəs and nə zaman negativ cümlədə ola bilər? Bu da eyni ilə some kimidir. İnkardan sonra and olmaz. I didn't know some and deyə bilmərik. And çevrilməlidir ora. Amma inkardan əvvəl mübtəda yerində and ola bilər. Some and didn't come. Okay, bu true. Doğru cümlədir. Some və Ted gəlmədi. Ona görə də biz bu bağlayıcını belə bilək də. No'dan sonra nə gəlir? Or. Notdan sonra da or. Bunu bayaq da dedim, inkar cümlə eyni və törəmələri ilə başlaya bilməz. Any students haven't come. Bu, belə bir cümlə səhv cümlədir. Bəli, eyni inkar cümlədə işlənir, yeri inkar cümlədir, amma inkardan sonradır, əvvəl yox. Bir halda başlaya bilər eyni. İnkar cümlə bir halda eyni ilə başlaya bilər, ifdən sonra. Çünki bunu pronounda demişdik ki, öz ikisini bir yerdə dedim. Dedim ki, iflə without'dan sonra hər zaman nə olur? Eyni. Yəni ifdən sonraki cümlə təsdiq nəqli cümlədə olsa, yenə də eyni olmalıdır. Ona görə də if any students are late for the exam, they won't be allowed. Okay, bu düzdür. Bəli, xəbər inkardır. Bəli, cümlə eyni ilə başlayıb. Amma niyə? Ifə görə. Bu cür doğrudur. Bir dəfə də qəbula düşmüşdü hətta bu. Yeminlə belə bir cümlə.
Ayda. Bir saniye, mən ümumi qrupa da link atacaqdım. Aha, devam edeyim. Sonra to. To ne zaman dedik? Nerede olabilir? To dedik, dediğimiz kimi iki mənası var. Bir, qüvvətlendirici kimi olduqca həddən artıq mənasını verir, amma cümlənin sonunda həmçinin. Məsələn, she is not old too. Bu səhvdir. İnkar cümlənin sonunda to olmaz. Amma she is not too old, bu düzdür. Çünki old burada, to burada sonda yox, sifətin qabağındadır. O həddən artıq qoca deyil. Burada artıq qüvvətlendirici kimi gedir. Onda inkar ola bilər o cümlə. Elə. No'lara diqqət edək. No'nu pronounda da keçdik. No çox düşür. Elə ən çox no'lar düşür. No birbaşa nə istəyirdi uşaqlar? No'dan sonra yalnız nə gələ bilərdi dedik. İsim, Aha. İsim. Və iki dənə əvəzlik gələ bilərdi. No'dan sonra ya isim gələ bilər, ya da more və other. Всё. Başqa heç nə gələ bilməz. No'dan sonra an artikalı, the artikalı, no'dan sonra another olmaz, any olmaz, of olmaz. Sadəcə isim və iki əvəzlik olur. Other, more. Всё. Məsələn, bax belə testlər çox düşür. Aşağıda gərək mən bunları qırmızıları silərdim, siz tapardınız. Deməli, biz inkar cümlələrdə təkcə inkarlığa yox, eyni zamanda nələrə diqqət etməli. Bəzən baxırıq ki, inkarlıqda falan heç bir problem yoxdur. Bəs bunda səhv nədir? Article səhvi. Sayıla bilən tək isimlərin qarşısında mütləq və mütləq en artiklı olmalıdır. Artikl yalnız bir halda olmur dedik, no'dan sonra. Məsələn, baxın birinci cümləyə. Bu cümlə niyə səhvdir? Notdan sonra or olub. Buna da diqqət edirəm. Not or, no or, and olmaz. Hər şey yerindədir də. Bəs burada səhvlik nədir? A book, a copybook. Artikelları verməyib. 2-də isə əksinə dedik, artikel yalnız nədən sonra olmur? No'dan sonra. Və no'dan sonra sadalanan heç bir ismin qabağında olmamalıdır. Təkcə no'nun yanındakı isim yox. Məsələn, biz deyə bilmərik no pen, a book or copybook. No pen, book or copybook. Heç birində olmayacaq. Məsələn, 5-də no or doğrudur. Burada artikel yoxdur. Amma burada var axı. No'dan sonra dedik, heç vaxt artikel olmur. Yaxşı, 6 niyə səhvdir uşaqlar sizcə? I can drink juice without any ice. 6, 7 sizcə niyə səhvdir? İnkar yoxdur notuna görə. Bəli, inkarlıq yoxdur. Without görə Without. without mənaca negativlik göstərir. Sözsüz, madam mədən. Amma cümlədə inkarlıq yaratmır. Bir də ki, misal üçün bu cümlə inkar olub. I cannot drink without ya da I can drink without no ice da desə səhvdir. Without dedik yalnız nə tələb edir? Eni tələb edir. İndi 8'e fikir verin. 8 niye düzdür? Niye düzgün inkar cümlədir? Without'a göre yok. Niye göre? Burada not var. I cannot drink juice without an ice. Yəni 6-cı cümlədə heç bir səhvlik yoxdur. 6-cı cümlə doğru cümlədir. Məsələn, düzgün cümləni seçin desə, adi düzgün cümlə, okey, bu düzdür. Mən meyvə şirəsini buzsuz içə bilirəm. Sadəcə burada inkar cümlə tələb etsə, onda səhvdir, inkarlıq yoxdur. Bəs 9 niyə səhvdir uşaqlar sizcə? En ilə başlayıb ona görə. Bəli, inkar cümlə eni və törəmələri ilə başlaya bilməz. Amma onda ben 700 götürdük. İnkar cümlə eni ilə başlayıb. ilə başlayıb İlk ona görə. olduğuna görə. Ay, İlkdən sonra dönə bilər. aha, düzdür. Anladınız? Belə tipli qarışıq testlər düşür. Artikellara diqqət edirik. Bir də mübtədə xəbər uzlaşması. Bax görürsüz, mübtədə xəbər uzlaşmasını hər yerdə səhv edirlər. Məchul növdə, modal feillərdə, negativ cümlələrdə, sual cümlələrində o mütləq önəmlidir. Nidi keçən dəfə keçdik. Dedik uşaqlar, nid nə zaman modal feil hesab olunurdu? özündən sonra feil gəldikdə, Birbaşa feil gəlsə və modal kimin inkarı sualı necə yaranır? Elə özü özü ilə. ilə. Aha. Bəs nə zaman don't need olur?
doesn't need olur. Əsas feil olanda Yəni ə, ardıcıl gəlsə əsas feil hesab olunurdu. Özündən sonra feil yox, isim, pronoun gəldi işte. Amma feil də gələ bilər. Necə feil gələ? feil də gələ bilər. To arasına əlavə olunur. Ay sağ To ol. Tuğlu feil gəlsə. Bax need sizə gəldi. çox tuş görəcəksiniz inkar cümlələrdə. Çünki need biraz qarışıqdır deyə hardaydı. Hə, yəni bunu deməyə ehtiyac yoxdur. Bunu bir keçən dəfə də keçdik. İndi bu gün yeni modalları yoxlayacağıq da. Modal quiz vermişdim, düzdürmü? Məsələn elə bunu sırf şeydir. E, cümlələrin üzərində baxaq. Məsələn, birdə düzdür, üzündə xətləmişəm. They needn't to mend the car. Hə, səhvdir. Niyə? Needn't olması üçün nə gəlməlidir birbaşa? Feil. Amma araya to girib. 2. Görürsüz anybody. Əvəzlik gəlibsə inkar özü don't-la yaranır. Bu doğrudur. They don't need repair the car. Repair nədir? Təmir etmək. Aha, feil gəlib birbaşa. Onda inkarı necə olmalıydı? Needn't. Needn't. Aha, Needn't. 3 səhvdir. Bir də bu tag questionlarda bu vergüllə ayrılan sualları təxmini bilirsiniz də qısaca tag questionlar. Bura təsdiqsə, bura inkar, inkarsa təsdiq. Bir də xəbər nədirsə, burada onu əvəz edən köməkçi feil olur. İndi birinci cümlədə you need much money. Burada əsas feil yoxsa modaldır. Burada əsas Əsas feil. feil. Aha, deməli ikinci tərəfdə mən necə verməliyəm? Don't you. Əsas feilsə do ilə verirəm. Əksini don't you. Sonra bir də ki, bata diqqət edin. Məsələn, modallarda da var bu. Bat bildiyimiz kimi təzad yaradır da. Birinci tərəf, bir tərəf təsdiq, inkar. İndi burada we need have a rest. Əsas feildir, modaldır burada. Modal. Bəli, birbaşa have feil gəlib. Onda mən ikinci tərəfdə needin özünün əksini verəcəm. Needn't. Mən bilmirəm, siz gedib videoya baxmırsınız. Bir-iki dəfə attım video, dedim izləyin. Ona görə deyirəm də az qısa dərslər qalıb. Dərsdə qısa gedir, az qaldı. Mən bu qaydanı atanda burada ingiliscə hissə var. Bu lazım deyil. Bu mix səviyyəsində olanlar üçündür. Orasına heç diqqət etməyin. Hə, həfəz məsələsi var. Həfəz də çox düşür. Həfəzə diqqət. Həfəz həm modal feil yaradır, həm əsas feil yaradır, həm də köməkçi feil yaradır. Həfəz nə zaman modal yaradırdı uşaqlar? Quruluş necə idi onda? To gəlməli idi özündən sonra. Bəli, have to, has to, had to. Və modal Has to. kimi sualı necə yaradırdıq dedik? Have Sualın to. inkarı do does did-lə yaranır. Do, does, did. Hə. iPhone adı ilə girən kimdir? Mənəm İlham mənim. Hə, hər dəfə soruşuram İlham bəy. Familiyanı da biləm, İlham bəy. Dəyişdirəcəm mənim. Dərsdən çıxım dəyişdirəcəm adı. Yo, aktiv iştirak edirsən, ona görə deyirəm, elə yaxşıdır. Hə, bəli, to olanda modaldır və bu da o zaman da don't have to, doesn't have to olur. Bəs nə zaman köməkçi feildir sizcə? Baxın, həfəz Perfect zamanlarda məsələn. bəli, bitmiş zaman. Həfəzin have, has, hadin sual və inkarın özü ilə yaranması üçün mütləq şəkildə o dəqiqə bitmiş zaman quruluşunu xatırlayın. Bitmiş zaman quruluşu necədir? Present perfect, past perfect necə düzəlirdi uşaqlar? Hər üstə gəl participle to. İndiki bitmiş, had plus participle to keçmiş bitmiş. Ay sağ ol, düzdür. Bax o quruluşu görsəz. Deməli, have, has-dən sonra id şəkilsi qəbul edən feil və ya participle gördüksə, bu deməli nədir? Bu artıq köməkçi feildir. Hə, okey. Onda haven't, hasn't, hadn't ola bilər. İnkarı və sualı özü ilə yaran. Amma qalan bütün hallarda do does'la. Yəni have, has-dən sonra to gəlsə o modaldır. İsim və əvəzlik gəlsə əsas feil sayılır. Bu zaman biz inkar və sualı do, does, did-dən yaratmalıyıq. Məsələn, burada you haven't gone to the party, düzdür. Çünki gone participle to'dur. Go'nun üçüncü formasıdır. Amma they have a son and a daughter. Fikir verin, burada a son, a daughter isim gəlib axı. Burada əsas feil hesab olunur. Əsas feil deyəndə biz siz nəyi nəzərdə tuturam? Yəni ki, adicə düşünün ki, she plays football. Sadə misal gətirirəm. He plays football. Mən bunun inkarını he playing deyirəm. He plays not. Xeyr. Play burada cümlənin xəbəridir. Mən necə inkarın özü ilə yaradım? Bu da onun kimi. Hə, isim gəlibsə artıq qarşısına don't qoyuram sualda. Don't have a son. Bir də nə edirəm? And-i çevirirəm nəyə? Ora. Or a daughter. Belə.
və do, does, did. Bax bunlar da rastınıza çıxacaq. Do, does, did də həm əsas feildir, həm də köməkçi feildir. Əsas feil kimi bildiyimiz kimi etmək mənasını verir. Do homework, ev tapşırıq etmək, do sports, idman etmək. Bu əsasla do'lu ifadələrdə çaşdırırlar adamları, daha doğrusu tələbələri. Don't, doesn't, didn't da diqqət. Ardınca mütləq sadə feil gəlməlidir. Vəsə, başqa heç nə gəlməz. Məsələn, yazır ki, she doesn't washing. Səhvdir. Niyə? İnq şəkilçisi var. Sadə feil gəlməlidir. She didn't do, məsələn, do'lu ifadələri var. To do my best, əlindən gələni etmək, to the gardening, to the shopping, to the ironing. Çox vaxt oralarda do'nu ötürürlər. She didn't her best. Səhvdir. Bu didn't sənin köməkçi feilindir. Burada hanı bəs sənin əsas feilin do. Sadə feil gəlməlidir. Qısacası don't, doesn't, didn't plus feil. Bu quruluşu əzbər yadda saxlayaq. Və bir də 3 dənə feil ifadə var ki, either, yet və at all. Baxın, bunlar inkarlıq yaratmır. Əksinə, siz bunları cümlənin sonunda gördünüzsə, o cümlə mütləq inkarda olmalıdır. Məsələn, sonda yet gördüksə, mütləq inkar cavabı götürün. She hasn't come yet. Və yaxud da ən çox either-da çaşdırır. She is coming, either yazır. Çox tələbə düşünür ki, burada either var deməli inkarda. Xeyr, either inkarlıq yaratmır. Either əksinin sondadırsa o cümlə diqqət edin inkarda olmalıdır. She's coming, she's not coming either. Either bir növ sonda olanda to'dur da. To həmçinindir. Sadəcə to təsdiq cümlənin sonunda olur, həmçinin mənasında. Amma either inkar cümlənin sonunda həmçinin mənasını verir. Və bu bağlayıcılara gəldik. Mən sizə passive voice testi də vermişdim. 2 dənə quizimiz var bizim grammar quiz. Bəli, bəli. Tamam. Deməli, neither nor. Bu qarşılığını səhv verirlər. Yəqin ki, çoxunuz bilirsiniz. Nə, nə də ki. Either or, ya da ki. Not only, but also. Nəinki bu, hətta o. Both and, həm də ki. Bunların içərisində inkarlıq yaradan sadəcə neither nordur. But not only, but also-daki not bizi çaşdırmasın. Bu inkarlıq yaratmır. İstər təsdiq cümlədə, istər inkar cümlədə ola bilər. Məsələn, not only the students, but also the teacher isn't present. Yəni, burada səhv cümlə deyil. Yəni, bu inkar düşünməyin. Nəinki tələbələr, hətta müəllim də iştirak etmir, yəni yoxdur. Both, diqqət edək, hər zaman bildiyimiz kimi xəbər cəmdə olmalıdır və bayağı da dedik ki, both heç vaxt inkar cümlədə işlənmir. Və bir də burada bir şeye diqqət edin. Baxın, either or, neither nor, not only but also mübtədadsa cümlədə xəbər sırf təkdir ya da cəmdir deyə bilmərik. Xəbər bax öz yanında duran ikinci isimlə uzlaşacaq. Yəni nordan, oradan, but also'dan sonraki. Görürsünüz, burada student cəm ola bilər. Amma xəbərin yanında duran teacher təkdir deyə xəbəri tək götürdük. Və demək olar son olaraq da bir dənə dessin test forması qaldı. Bir də ki, neither heç vaxt cümlənin sonunda işlənmir, unutmayaq. Məsələn, she invited me neither. Burada neither inkarlıq yarada bilər, amma məkan olaraq səhvdir. Məkanı cümlənin sonu deyil, heç vaxt. Və son olaraq da belə bir test forması əvvəllər çox görmüşəm master testlərində. İndi buralar, belə testlərdə nəyə diqqət etməliyik? Deməli, təkcə burada fikir verəcəyimiz şey inkarlıq deyil. Həmçinin nədir? Burada kompleks obyekt də var. Bilirsiniz də, yəni iki feili nə birləşdirməlidir uşaqlar? Xəbərdən sonra məsələn başqa bir feil gəlsə, onlar arasında mütləq nə qoymalıyıq? Obyekt, tamamlıq. Yox. Yəni, məsələn, I won't play football, yoxsa I want to play football. To belədir. Popular. Yəni feilinə görə dəyişir də ola bilər, to ilə ola bilər və yaxud da başqa. Bilirəm, sən o let make, see notice, onları deyirsən, indi onların bura düşdü. Negativ cümlələrdə diqqət edin. Cümlənin ortasında başqa bir feil varsa, yəni ask necə feil istəyir to ilə? Əksəriyyət onsa to ingilis dilində.
İstisna Hı. sözləri var sadəcə. Yəni to'nun olub olmamasına diqqət edin. Məsələn, tutaq ki burada I didn't ask məsələsi var idi. Bir də necə yazmamışam. Məsələn, yaxşı, birdən başlayaq. Sizcə bir niyə səhvdir? But I asked him, don't speak loudly. Fikir verin, heç belə bir cümlə Xəbərin özündə varmı? olmalı idi inşallah. Xəbərimiz burada. Xəbərin yeri harıdır ingilis dilində? Mübtədadan sonradır, düzdürmü? Biz yalnız mübtədadan sonra gələn feil, yəni xəbər yerində duran feili do, does, did, will, have köməkçi feillə inkar edə bilərik. Amma xəbərdən sonra gələn feillər, cümlənin ortasındakı feillər heç vaxt köməkçi feillə inkar edilə bilməz. Cümlənin ortasında don't, doesn't, didn't falan gördünüzsə bu səhvdir. Sadəcə xəbərdən sonra gələn feillər sadəcə notla inkar edilir. Məsələn, 4-də not var. Burada problem yoxdur. Və niyə səhvdir? To yoxdur. Bəli, to yoxdur. Askdan sonra to speak, to olmalıydı. 5-də isə əksinə fikir verin, I not ask olmaz. Niyə? Çünki xəbər yerində duran feil sadəcə notla inkar edilmir. Not köməkçi feilin kökünü artırılaraq xəbər inkar edilir. Do not, does not, did not, will not, is not. Aydındır? Ona görə 5-də səhvdir. Bəs 6 niyə səhvdir? 6 da orada niyə səhv yazmışam ki mən bunu? 6 düzdür. Yox, heç bir problem yoxdur. Not var, notdan sonra or var. Hər birində də artiklı verib. Niyə qırmızılamamışam bəs bunu? Nə yəqin yaddaşa verməmişim. 6 düzdür, 6-da da səhvlik yoxdur. Mübtəda xəbər uzlaşması da düzdür, ona da diqqət edin. Məsələn, buradakı ismin adını sadalaya bilər, amma xəbərin yanında duran isim e-book təkdədir axı. Deməli, xəbərdə tək olmalıdır. Aydındır? Bəli. İndi 2-yə diqqət edin. I asked him not to speak loudly. Bəli, xəbərdən sonra gələn feil sadəcə notla inkar edilir. To da öz yerindədir. I didn't ask him to speak loudly. Burada da xəbəri inkar etmişik. Köməkçi feillə doğrudur. İşte bu qədər. İndi gəlin bunlarla bağlı test nümunələrinə baxaq. Bugün kursda deyiləm deyə 6-cı günlər evdə keçirdim online. Ona görə görüntülü dərs keçirəm. Mən əslində görüntülü keçməyi sevirəm. Elə biləm ki, tələbə ilə üzbəüz kontaktda olanda daha çox göz kontaktı daha çox dərsi yedizdirir tələbəyə. Deməli, məsələn, elə qarşımıza bu çıxdı, buna baxaq, 45-ə. A'dan başlayaq. Don't speak to Alice until she apologizes. Sizcə doğru cümlədir? Asandan başlayaq. Y'dən başlayaq. I want neither help and advice from him. Burada Endin yerinə nor olmalıydı. bəli, neither nor. Bu uzlaşmaya diqqət edək, bağlayıcı uzlaşmasına. D'də, Sonra D variantında sonda to olmamalıydı. Bayaq sadaladığınız 3 dənədən biri olmalıydı. bəli, we don't need. İnkar cümlənin sonunda to işlənməz. S'də, Aha. neither C-də needin inkarı özü ilə düzəldibsə, we needn't help olardı. Yox, orada help orada isimdir. Bizdə needin inkarını özü ilə düzəldiriksə, demək ki, modaldır. Modalsa birbaşa əsas feil gəlməlidir. Ay sağ ol, düzdür. Needn't-dan sonra qısacası birbaşa feil gəlməlidir, amma burada eni gəlib, əvəzlik gəlib, kəmiyyət gəlib, ona görə səhvdir. B'də İnkar var. İki inkar olmaz bir sadə cümlə tərkibində. Bəli, qaldı A. Uşaqlar, cümlənin başında don't plus fail gördünüzsə bu əmr cümləsidir. Bu doğrudur. Məsələn, qapını aç, open the door, qapını açma, don't open the door. Yəni, əmr cümlələrini feilin qarşısında don't qoymaqla inkar edirik. Bu doğrudur. Bir də deyəsiniz ki, bəs until inkarlıq yaradır. Bəli, amma bu başqa cümlədir, bu başqa cümlə. Əgər hər bir cümlənin öz mübtədası və xəbəri varsa, hər biri inkar ola bilər. Burada səhvlik yoxdur. Bu qəbula düşmüşdü. 44-cü sual yadımdadır. Gəlin baxaq buna. 44-də A variantı doğrudurmu? Sizcə anybody didn't expect? Eni və enin törəməsi inkar cümlənin mübtədası ya da mübtədasının təyini ola bilməz. D-dir. Belə
Çok geniş geniş. Müəllim olmağından yeri gəlir. Şagirdə başa salan kimi qəşəng geniş geniş başa salırsın. Bəli, inkar cümlə eni ilə başlaya bilməz. Vəsə. Sonra harda səhvliklər görürsünüz? Məsələn, hansı variant səhvdir? The. D-də nədir səhv? Nobody. Uşaqlar, doğrudan mən bunu deyim. Bax, burada so would we gördüm. Bunu kısaca el üstündə. So do I, necə do I xatırlayırsınız da? Kısa cavablar. Short answers. Bu orada so do I, necə do I məsələsində nəyə diqqət edin? Verilən cümlə təsdiqdirsə, qısa cavabda təsdiq olur, təsdiqə təsdiq. Təsdiq cümlədən sonra hansı qısa cavablar olacaq? Ya so'ya, ya to'ya, ya da also'ya yönələcəksiniz. Sadəcə söz sırasında bilək, so'dan sonra köməkçi feil, sonra mübtəda gəlməlidir. Yəni tərsdən gəlirik də. Amma to harda olacaq? Təsdiq cümlənin sonunda olmalıdır. Sonunda olmalıdır. Bəs also harda olacaq? Təsdiq cümlədə mübtəda ilə xəbərin arasında olacaq. Belə. Və bəs inkar cümlədə inkara da inkar olacaq. Verilən cümlə inkardısa, qısa cavabı da inkar olur. İnkar cümlədən sonra hansı sözlərə yönəlirik? Neither, nor və either olan cavablara. Hər ikisində but ola bilər. Amma məsələn, təsdiq cümlədən sonra but varsa, batdan sonra təbii ki, necə olmalıdır? İnkar xəbəri olmalıdır. Amma inkar cümlədən sonra but varsa, batdan sonra təsdiq xəbəri olmalıdır. Bir də ki, dedik ki, neither olur. Neither'dan sonra neither başda olur. Sonra köməkçi feil olur. Sonra mübtəda olur. Nor da eyni şəkildə. Nor başda, sonra köməkçi feil, sonra mübtəda. Either isə əksinə, inkar cümlənin sonunda, amma necə cümlənin sonunda? Ona mütləq diqqət edin, ha. İnkar cümlənin sonunda olmalıdır, either. Və bu şəkildə. Belə baxırıq. İndi burada da bu sizə buradan verəcəm topludan yazmağa. Topluda da bu neither, do I ilə inkar cümlələr qarışıqdır. Ona görə dedim bunu deyim. Belə. Əgər bunu qaydasında göndərəcəm, amma screen elirsə screen elədim, pozuram. Pozum. Bəli, mən. Bəli. Okay. Bax indi elə burada da məsələn D-yə diqqət edin, D-yə. Nobody expected the workers would finish their work so soon. Burada bəli inkarlıq var, bu doğrudur. Burada heç bir səhvlik yoxdur. Burada fikir verin, bax qəbula da dəfələrlə belə düşüb. Qarşılığında amma so would we deyir. Axı bu cümlə inkardır. İnkar cümlədən sonra qısa cavab da inkar olmalıdır dedik axı. So, to və also'nu təsdiq cümlədən sonra işlədirdik. Ona görə səhvdir. Bir də ki, buna da diqqət edin, ha. Verilən cümlənin xəbəri hansı zaman, hansı modaldırsa, qısa cavabda həmən modal, həmən köməkçi feil olmalıdır. Aydındır? Məsələn, C düzdür. No one expected the workers to finish their work so soon, so did I. Xeyr, qısa cavaba görə səhvdir. Bəli, burada no one inkarlı gələ də bilər, amma qısa cavabı so ilə təsdiqlənib. B-dir yoxsa Y-dir? Y variant. Yox, Y variantı olan məzəx 2 dənə inkar var. Həm no one var, həm də never var. 2 Bəli. inkar olmaz. B Bizim variantı. ikinci müəllimimiz Əhəd izah elədi. Çox sağ ol. İndi şeydə, gəlin bura baxaq. Bir dənə də qısa cavaba baxaq 53-ə. İndi sizcə burada hansı cavablar doğrudur? Baxın, birinci baxıram ki, cümlə inkardırmı? İnkardır. Deməli, qısa cavabda inkar olacaq və xəbərdə hasn't. Onsuz da not has'in kökünü artırılıbsa bariz məsələdir ki, bizim köməkçi feilimiz have has'dir. Buna diqqət edin. Direkt do'ları atın. Getdi. İndi sizcə yerdə qalanlar hamısı düz yoxsa səhvlik var? Bir səhvdir. Haven't Aza ver Niyə? burada. Niyə səhv olsun ki? Aza. 1, 3 və 5. Bəli, 1, 3, 5. Fatimə niyə səhv olsun? Köməkçi feil öz yerindədir. Either-də inkar cümlənin sonunda işlərir də. I have either desəydi səhv idi Fatimə. Hə, hə. Either inkarlıq Aza yaratmır. təsdiq kimi götürdüm. Neither haven't desəydi, hə onda səhv olardı ki, neither inkardır. Təzədən ikinci inkar olmaz axı. Neither have I nor have I. Bəli, burada səhvlik yoxdur. 47 tipli də əksinə sizə qısa cavabı verib, siz verilən cümləni axtarmalısınız. Belə testdə nəyə diqqət edirsiniz? Neither, qısa cavab neither-la təsdiqlənibsə, deməli bu cümlə inkar olmalıdır, düzdürmü? Direkt təsdiq cümləni atın, bir getdi. Vəsə. Sonra köməkçi feil yerində have yazılıbsa, deməli verilən cümlənin
köməkçi feili həfəz olmalıdır. Həfəz nə zaman köməkçi feil sayılırdı dedik uşaqlar? Participle to gəls, hə. Siz səs açana qədər. Participle to gəlsə, yəni bitmiş zamanın quruluşunu görsəz. Məsələn, 3-ə diqqət edin. Apostrof həz ola bilər də, amma ardınca never late deyir. Late, gec. Bu sifətdir. Participle to deyil axı. Deməli, bu izin qısalmışıdır. Deməli, 3 getdi. Amma 2-də diqqət edin. Is never lied. Burada idili feil gəlibsə, deməli, hə, okey. Bu, burada həfəz köməkçi feildir. Never-də inkarlı gələdib, doğrudur. Burada onsuz da bariz məsələdir. Not da var və participle to gəlib, bin deməli həzdir, 2-4. Başa düşdünüz uşaqlar? Bax, bu da qəbula düşmüşdü, 48, 100% düşmüşdü. İndi burada cavab sizcə hansıdır? Bir gedək, daha doğrusu cavab hansıdır? Bir düzdür. Xeyr, çünki birinci tərəf təsdiqdir axı. Bəli, Yəni bir tərəf təsdiq variantın oldu. özündə eyzə verirsə, demək ki, yuxarı inkar olmalıymış ki, biz istifadə eləyəcəyik. Bəli, qısa cavab will not answer. Answer inkar cümlədən sonra işlənir, amma birinci cümlə təsdiqidir. Bunu atdıq. İkinci cümlədə want refuse. Cümlə inkardır, qısa cavab da answer'dır. Deməli bu düzdür. Düz. 3-də 3 səhv. niyə? Düzdür mən. Səhvdir. Answer sondadırsa Variantın xəbər özündə inkar olmalı. olmalıdır. Not olmalı. Answer sondadırsa o xəbər inkar olmalıydı. Will not answer. 4 Düzdür. düzdür. Want refuse cümlə inkardır. Qısa cavabı da answer'la təsdiqlənib düzdür. Uşaqlar bu link sönür. Mən sizə bir dəqiqəyə yeni link atıram. Sizdə su için o arada. Bir dəqiqəyə atıram.